Bismillahirrahmanirrahim. Müasir zamanımızın əsas problemlərdən biri də huzursuzluqdur. İnsanlar huzursuzluqdan əziz çəkirlər. Deyirlər ki, bizim huzurumuz, aramlığımız, rahatçılığımız yoxdur. Daim streslik, gərginlik, qəzəblik. Necə edək ki, biz huzurlu olaq? Necə edək ki, biz aram olaq? Bizə bir metod deyən ki, o metod vasitəsilə məndə bir huzur yaransın. Məndə bir daxili rahatçılıq, aramlıq yaransın. Həqiqətən də bu çox önəmli bir məsələdir. Və insanların çoxu buna möhtacdır. Görürsən ki, hər bir şeyi var. Evi, eşiyi, maşını, pulu, hər şey. Amma huzuru yoxdur. Aramlığı yoxdur. Rahatçılığı yoxdur. Daim gərgin, narahatdır. Baxın, sizə bunun həlli üçün 2 dənə metod deyəcəyəm. Bu 2 metoda insan həqiqətən də riayət edə bilərsə, bu problem öz həllini tapa bilər. Birinci metod, insanlar həyatında baş verənləri ciddiyə almamalıdır. İlişib qalmamalıdır. Mən bunu fərqli seanslarımda şahid oluram ki, görürsən insan keçmişdə baş verənlərdə ilişib qalır, çıxa bilmir. Və o daim onun beynində, zehnində canlanır deyə rahatçılığı pozulur. Ona görə də ətrafımızda, ailəmizdə baş verənləri ciddiyə almamaq, özümüzə götürməmək, ona bir məna verməmək, xüsusilə də mənfi məna verməmək, mənfi yükləməmək həmin o problemə, hadisəyə. Buna diqqət eləmək lazımdır. Əgər həqiqətən də huzura çatmaq istəyirsinizsə, baş verən hadisələrə mənfi məna verməyin. Ona diqqət eləməyin çox, ilişib qalmayın orada. İkinci yol isə baş verənlərə, həyatınızda baş verənlər, ətrafınızda baş verənlər, ailənizdə baş verənlərə müsbət yön verin. Mənfi yox, müsbət. Müsbət yanaşın. Əgər ona müsbət yönlə yanaşa bilərsinizsə, müsbət baxışınız olarsa, müsbət düşüncə ilə o məsələyə yanaşa bilsəz, o zaman nə olacaq? Sizin düşüncələriniz müsbət olacaq, həyatınızda huzur olacaq. Məsələn, görürsünüz ki, işdə bir hadisə baş verir, ona müsbət bir yön verin. İndi bu hadisə baş verdi, iş yoldaşım bunu etdi, yəqin bir problemi vardı, bunu etdi. Bilərəkdən bunu etmədi. Yaxud ailəmdə yoldaşım bu addımı atdı, yoldaşım bu sözü mənə dedi, yəqin bir narahatçılığı vardı, yəqin bir gərginliyi vardı, bilərəkdən bunu etmədi. Və yaxud onun yəqin bir psixoloji narahatçılığı var deyə o bu sözü dedi, ya bu davranışı göstərdi. Müsbət yön verdikcə, İnsan müsbət düşünməyə başlayır və o baş verən hadisələr də onu narahat eləmir, onun ruhunu incitmir. Çünki müsbət düşünməyə başlayıb. İnsan müsbət düşündükcə insanda pozitivlik yaranır, pozitiv enerji yaranır. İnsan həyata daha gözəl eşqlə baxır, daha gözəl həyata bir məna verir. Həyat onun üçün mənalı olur, həyat onun üçün gözəl olur. Və bu səbəb olur ki, insan huzurlu, aram yaşayır. İnşallah bu videomu izləyin. Bu videomu ümid edirəm ki, sizlərə kömək edəcək və bunu bəyənin, paylaşın ki, daha çox adam izləsin, daha çox adam bu çıxışlardan faydalansın. Sağ olun, Allah amanında qalın.